Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Hər zaman olduğu kimi studiyamızın bugün də qonağı var. Studiyamızın qonağı ehtiyatda olan polkovnik Hüseynov Elmardır. Elmar bəy, xoş gəlmisiniz studiyamıza. Sağ olun, xoş gəldiniz. Sağ olun. Bildiyimiz kimi Elmar bəy, siz Qərbi Azərbaycanın Amasya rayonunun Öksüz kəndindənsiz, əslən. Bəli. Orayla bağlı xatirələrinizi bölüşərdiniz izləyicilərimizlə. Sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Bugün dövlətimizdə belə bir gündür ki, Azərbaycan Respublikasının prezidenti hörmətli cənab İlham Əliyevin təşəbbüsü ilə, şəxsi təşəbbüsü ilə 2022-ci ildə yaranmış Qərbi Azərbaycan icmasının artıq tam fəaliyyət göstərir və hər bir Qərbi Azərbaycanlı, əslən Qərbi Azərbaycanlılar artıq bu Qərbi Azərbaycan icmasının ətrafında toplaşıblar, formalaşır, təşkilatlanır. Mənim əslim, atam 1948-ci ildə Qərbi Azərbaycanın, indiki Ermənistan Respublikası adlanan dövlətdən Amasya rayonunun Öysüz kəndindən deportasiya olunub. Məlum 1948-53-cü ildə o vaxtlar SSR Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan Respublikasından Azərbaycanlılar deportasiya olundular. Həm Azərbaycan Respublikasına, Orta Asiya Respublikalarına və mənim valideynlərim də onda Azərbaycana pənah gətirdilər, Daşkəsən rayonunda məskunlaşdılar. Və mən Daşkəsən rayonunda anadan olmuşam. Bəs Qərbi Azərbaycan ifadəsi sizin üçün nə kəsb edir? Qərbi Azərbaycan mənim üçün ana vətən, torpaq, atalarımın, babalarımın uyduğu torpaq ifadə edir. Qərbi Azərbaycan bizim üçün çox müqəddəsdir. Uşaq vaxtları 1960-cı illərdə, 70-ci illərdə atam bizi həmişə hər il 2 ildən bir Amasya rayonunun Öysüz kəndinə səfərə aparırdı. Orada mənim nənəm orada yaşayırdı, əmilərim yaşayırdı. Ana tərəfdən mənim anam Amasya rayonunun Qaranamaz kəndindəndir, atam Öysüz kəndindəndir. Və həmin o kəndləri biz gedirdik, ziyarət edirdik, babalarımızın qəbirlərini ziyarət edirdik. Öysüz kəndində çox müqəddəs bir ocaq var idi, belə bir ziyarətgah var idi. Mən sizə deyim, hətta bütün ətraf hər yerdən ora insanlar ziyarətə gəlirlər. Çox qədim bir tarixi var idi o Öysüz kəndinin, ocaq adlanırdı. Biz həmişə gedirdik, gəlirdik. Bilirsiniz, dəniz səviyyəsindən 3000 metrə qədər yüksəklikdə yerləşirdi Öysüz kəndi. Öysüz kəndinin havası, suyu, ətrafında elə gözəl bulaqlar var idi. Oranın o bitkiləri, müxtəlif cürə bitkiləri, onların ətri, ümumiyyətlə insanları, xoş insanları hamısı mənim yadımdadır. Əfsuslar olsun ki, 1988-ci ildə artıq bu sonuncu bizim Azərbaycanlılar, qohumlarımız, bizim nəsildən olanlar da hamısı oradan köç elədilər. Gəldilər Azərbaycana, məskunlaşdılar, müxtəlif rayonlarda məskunlaşdılar. Bugün Qərbi Azərbaycanlılar yetəri qədər bir araya gələ bilirmi? Mən bayaq qeyd etdim, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranmış Qərbi Azərbaycan icması, icmasının ətrafında hal-hazırda çox böyük işlər gedir. İcmanın idarə heyətinin sədri, millət vəkili, hörmətli Əziz Ələkbərli çox təşkilatlı bir insandır. Həqiqətən, çox sadə bir insandır. Müxtəlif yönlü, müxtəlif çaplı tədbirlər həyata keçirilir. Ümumiyyətlə, bizim icmada, Qərbi Azərbaycan icmasında keçmiş Ermənistan Respublikasından o vaxtki olan bütün rayonlar təmsil olunurlar. Amasya rayonu, Gorus rayonu, İrəvanın özü, bütün rayonların hamısı orada təşkilanır. Həmçinin bizim Amasya rayonu. Amasya rayon icmasının sədri hörmətli akademik Abil Məhərrəmovdur. Abil müəllim həm dünyəvi bir təcrübəsi, savadlı, bacarığı, onun təcrübəsindən istifadə edirik. Abil müəllim bizim Amasya icmasını yönəltir, işləri qururuq, müxtəlif çaplı tədbirlər həyata keçiririk. Bütün Amasya rayonunun 22 kəndi var və hər kəndin icma sədri var, icması var. Hər icmanın da icma sədri var, kənd icma sədrləri. Həmin o kəndləri də artıq
bütün kənddən olan insanların siyasi tutulubdur. O insanlar hansı sahələrdə çalışırlar, Azərbaycan Respublikasının hansı yerlərində yaşayırlar. Çünki yenə qeyd edirəm, 1988-ci ildə bu günə qədər insanlar müxtəlif rayonlarda məskunlaşıblar. Ən yaxın qohumlardan başqa insanlar bir-birini praktik olaraq unudublar, tanımırlar. Ələxüsus gənclər əlaqələr yoxdur və bu əlaqələr sıx olması üçün, insanlar bir-birinə qaynayıb qarışması üçün müxtəlif tədbirlər həyata keçirir. Məsələn, kəndlər günü. Quzukənd kəndi bu yaxınlarda möhtəşəm bir tədbir keçirdi. Kənd cəmaatı yığışdı, ağsaqqallar, cavanlar, xanımlar, kişilər hamısı bir məclisdə oturdular, bir-birini daha yaxından tanıdılar, daha işinişdilər. Məsələn, Güllücə kəndi kənd gününü keçiribdi. İbiş kəndi hal-hazırda hazırlaşır. Ellər kənd hazırlaşır tədbirlər keçirməyə. Çivinli kəndi bu yaxınlarda keçirir. Bu silsilə tədbirlərimiz həyata keçirilir. Bundan əlavə Qərbi Azərbaycan icmasında gənclər təşkilatı var. Bizim hörmətli deputatımız Şahin müəllim o gənclər təşkilatına rəhbərlik edir və bununla əlaqədar həmçinin rayonlarda gənclər təşkilatı var. Hər bir rayon icmasında gənclər təşkilatı var. Amasya rayonu gənclər təşkilatının Elvin Babayevdir, cavan kadrdır, ziyalı bir adamdır. Bakı Dövlət Universitetində çalışır, müəllim kimi fəaliyyət göstərir və o artıq bütün gəncləri öz ətrafında, kənd gəncləri öz ətrafında toplamağı bacarıbdır. Gənc nəsildən söz düşmüşkən, ata-baba yurdunu görməyən gənc nəsil üçün vətənpərvərlik hissinin aşılanması üçün hansı tədbirlər keçirilir, nələr həyata keçirilir, ümumiyyətlə bu barədə bizim izləyicilərimizlə bölüşün. Bax, elə onu mən demək istəyirdim ki, gənclər artıq toplaşırlar. Birincisi, müxtəlif növ idman tədbirləri həyata keçirir. Onlardan da ən önəmlisi mini futbol üzrə çempionat təşkil olunub. Kəndlər arasında. Bax, belə bir yarış təşkil olundu. Həm Qərbi Azərbaycan icmasında, rayonlar arasında. Bundan əlavə də rayon icmalarında keçirilir. Bu turnirlər nəyə xidmət edir? Orada futbol oynayanlar gənclərdir. Onlar artıq bir-birini tanıyır. Siz təsəvvür edin, mən sizə maraqlı bir şey deyim. Bu tədbirlərdə kitab təqdimatları olur, futbol turniri dediyim kimi gedir, müxtəlif simpoziyumlar, müxtəlif konferanslar keçirilir. Orada gənclər bir-birindən qohum olduqları aşkar olunur. Artıq bir-birini daha yaxından tanıyırlar. Daha yaxından tanıyanda təbii ki, bir-birinin xeyrində, şərində, müxtəlif tədbirlərdə iştirak edirlər. Bu da artıq və söhbət əsnasında istər ağsaqqalların, ağbirçəklərin danışıqları, tövsiyələri, onların xatirələrinə qulaq asırlar və hər bir gənc bu dəqiqə qəlbində elə bir ümid işığı var ki, biz Qərbi Azərbaycana qayıdacağıq. Qərbi Azərbaycandan söz düşmüşkən, Öksüz kəndindən bayaq qeyd etdiniz. Tamaşaçılarımıza daha təsəvvüründə çox istərdim ki, tamaşaçıların təsəvvüründə daha geniş yaradasınız Öksüz kəndini. Öksüz kəndi necə bir iqlimi var idi, necə bir yerdə yerləşirdi, insanlara dəniz səviyyəsindən 3000 metrə qədər hündürlükdə yerləşir. Amasya rayonunun ən hündür kəndlərindən biridir. Ən hündür zirvədə yerləşən kəndlərdən biridir. Təbiəti çox sərtdir, açığı. Qışda təsəvvür eləyin ki, mən bir dəfə qışda orada oldum. Digər vaxtlarda həmişə yay fəslində olurdu. Yay fəslində də ki, çəmənlik, ot 1 metr hündürlüyündə də bəlkə çəmənlik otlar var, müxtəlif bitkilər, güllər, çiçəklər. Amma qışda mən orada oldum. Bəlkə də 3 metr hündürlüyündə qar yağmışdı. İnsanlar 3 ay müddətinə, 2 ay müddətinə evindən bayıra bəlkə də çıxa bilmirdi. Yəni o qədər sərt iqlimi vardı, qar yağır, orada elə bir sərt iqlimi var. Elə bu yaxınlarda sosial şəbəkələrdə biz görüntülər qarşımıza çıxdı. Amasya rayonunun görüntüləri, hansı ki Qərbi Azərbaycandan, əslən Qərbi Azərbaycandan olan iki qardaş ora səfər etmişdi. Rövşən bəylə İlham bəy səhv etmirəmsə. Deməli, onlar mənim qohumlarımdır. Əhmədov Rövşən Yunusoğlu, bir də Əhmədov İlham Yunusoğlu. Nə hiss keçirdiniz o görüntüləri? Onlar Rusiya vətəndaşlarıdırlar. Rusiyada o vaxtdan 1988-ci ildə Ermənistan Respublikasından onlar da məcburi köçkün olublar və çox cəsur insanlardır, həddindən artıq.
öz avtomobillərindən bugün birinci növbədə mən açıq deyim sizə, xüsusilə qeyd etmək istəyirəm ki, cənab prezident İlham Əliyevin bir sözü oldu ki, biz artıq Qərbi Azərbaycana avtomobillərlə gedəcək. Yadınızdadır belə bir ifadə var idi. Elə Rövşənlə İlhamın Ermənistana bu səfəri cənab prezidentin dediyi arzuları həyata keçirilməsi deməkdir. Fevral ayının 11-idir. Ermənistanda Amasya rayonundayıq. Amasya rayonunun düz mərkəzində Ploşad demək olar. Burada birinci mərtəbə kafe idi. İkinci mərtəbə restoran idi. Bura Amasya'nın parkı idi. Rayonun parkı idi. Burada bilmirəm nə binası idi. Burada nə binası idi bilmirəm. Deməli Amasya'nın Ploşadıdır bu. Burada Şişkop deyirdik. Oranın binasıydı. Şişkop. Burada park idi, park. Burada bulaq var idi 2 dənə. Bu solda, sağ tərəfdə 2 dənə bulaq var idi. Belə. Bütün uşaqlığımız burada keçib. Bütün Amasyalılara, ağbabalılara salamlar. Bilirəm, hamının da burnunuzu göynüyür. Gəlib buraya baş çəkməyə. Bütün erlilərimizin gözündən baxırıq. Elə bil ki, hamının gözündən baxırıq buraya. Ha belə. Onlar heç nədən qorxmadan getdilər öz ana yurdunu, Amasya rayonunun Öysüz kəndini də, digər kəndləri də ziyarət elədilər. Onlar orada anadan olublar. Bütün hər yer tanıyırlar. Həm ermənicə də səlis bilirlər, təmiz bilirlər, yəni problemsiz. Getdilər, heç birindən çəkinmədən, qorxmadan ziyarət elədilər öz avtomobillərlə. İrəvan şəhərini də getdilər, mərkəzində lap elə intervyu da verdilər, çəkiliş də apardılar. Artıq bütün sosial şəbəkələrdə bu məsələ paylaşır. Mən onlara minnətdarım bildirirəm, təşəkkür edirəm ki, onlar və onların çəkdikləri kadrlar, bilirsiniz, həm yaşlı nəsil üçün çox maraqlı oldu. Çünki onlar 30 ildir görmədikləri yerləri gördülər. Həm də gənc nəsil üçün maraqlıdır ki, haralara getmək lazımdır. Çünki oralar həqiqətən qışda da gözəldir, yayda da gözəldir. O görüntüləri görəndə ümumiyyətlə nə düşündünüz ki, siz təbii ki, bir gün biz cənab prezidentin siyasətinə inanırıq və bir gün biz də inanırıq ki, ziyarət edəcəyik o torpaqlara. O anı özünüzdə necə təsəvvür edirsiniz? Mən açığı o birinci dəfə o kadrlara baxanda Rövşən göndərmişdi və kövrəldim. Həqiqətən, bilirsiniz necə, o düşmən tapdağı altında, yəni qalan torpaqları görəndə adam hisslər, təsirli hisslər olur. Mən ümidim var, inanıram ki, biz o torpaqlara qayıdacaq. Söz əsl mənada, mən səmimi deyirəm və yadıma düşdü o kadrlar, yadıma düşdü o getdiyim yerlər, görmədiyim yerləri də gördüm. Orada məsələn biz Azərbaycandan Amasyaya gedəndə avtobusla İcivan, Dilican, o dərələrindən keçərək serpantin yollarla gedirdik. O Rövşəngil o kadrlarda çəkmişdilər. Orada müxtəlif kəndləri çəkmişlər. Onlar da yadımıza düşdü. İnşallah ümid var ki, biz ora qayıdacağıq. İnşallah. Ehtiyatda olan polkovnik olaraq cənab prezidentimizin bayaq da qeyd etdiyimiz kimi siyasətindən, cəsur əsgərlərimizin şücaətindən bugün Qarabağ işğaldan azaddır. Nə demək istəyərdiniz izləyicilərimizə? Qarabağın işğaldan azad olunduğu günü necə xatırlayırsınız? Nə hisslər keçirdiniz? Biz bilirik ki, siz hər iki döyüşlərdə iştirak etmisiniz. İstər 1-ci Qarabağ müharibəsi, istər 44 günlük müharibədə. O
xatirələrinizi bölüşün bizlə zəhmət olmasa. Mən hal-hazırda Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədrinin beynəlxalq əlaqələr üzrə müaviniyəm və 2022-ci ilin 44 günlük Vətən müharibəsinə cənab prezidentin çağırışına uyğun olaraq biz hamımız döyüş bölgələrinə getdik. Məni kimi yaşlı olanların döyüşməyə ehtiyacı yox idi. Bizim ordumuz, şanlı ordumuz var. Çox güclü ordumuz var. Amma biz əskərlərimizin yanında bir motivasiya kimi, onlara bir həvəsləndirmək kimi, öz məsləhətlərimizi verməklə biz də hərbi geyimdə getdik, döyüşdə olduq, döyüş bölgələrində olduq, əskərlərimizin yanında olduq və o şanlı qələbəni biz də yaşadıq. Qələbə hisslərini biz də yaşadıq. Qələbə təbii ki, itkisiz olmur. Şəhidlərimiz oldu. Elə mənim 2 bacım oğlu kapitan Həmid Cəfərli və Gizir Orxan Cəfərli şəhid oldular. Allah rəhmət eləsin. O şəhidlər, onlar torpaq üçün yetişdirilmişlər. Onlar vətəni qorumaq üçün. Bizim nəsildə 5 nəfər Amasya rayonundan əslən Amasya rayonundan olan 20 nəfər şəhid oldu gəncimiz. Zabitlər, gizirlər, çavuşlar. Biz onlar haqqında Amasya igidləri 44 günlük Vətən müharibəsində belə bir kitab da hazırladıq. İmran Güllübulaqlı var, şair, bizim şairimiz. O kitabı hazırladı, geniş ictimaiyyətə təqdim etdik. Ona təbliğat, o da təbliğatın bir növüdür. Dəxli yoxdur. Əslən Amasyada, Qərbi Azərbaycandansan və yaxud Lənkərandansan, Qubadasan, heç bir dəxli yoxdur. Hamımız bu vətən üçün Qarabağlıyıq deyərək getdik, müharibədə iştirak elədik və artıq bu məsələ bitdi. İndi biz hamımız Qərbi Azərbaycanlıyıq. İnşallah bu məsələ də sülhlə bitər və biz gedərik öz doğma yurdlarımıza. İnşallah. Siz yəqin ki, təvazökarlığınızdan irəli gəldi, amma Qərbi Azərbaycan icmasında sizin də böyük fəaliyyətiniz var. Onu qeyd etmədiniz. Tədbirləriniz barədə, keçirilən tədbirlər barədə zəhmət olmasa. Tədbirlərimiz çox geniş, çeşidlidir. Mən qeyd etdiyim kimi Amasya rayon icmasının sədri akademik Abel Məhərrəmovun çox belə böyük təcrübəsi var. İllərlə böyük təcrübəsi, təşkilatçılıq təcrübəsi var və biz də ondan bəhrələnərək müxtəlif çaplı tədbirlər həyata keçiririk. Kitabların təqdimatı, yubileylər keçiririk, bizim ağsaqqalların yubileylərini keçiririk, ad günlərini təşkil olunur, keçiririk. Sonra filmlər, bu yaxınlarda elə yeri gəlmiş ondan dedim, Abel müəllimin təşəbbüsündən Amasya.az media qrupu yaradıldı. Artıq bizim özümüzün çəkiliş qrupumuz var, saytımız var. Sosial şəbəkələrdə Qərbi Azərbaycan Amasya rayon icması səhifəmiz var və artıq o kütləvi informasiya vasitələrinə çıxışlar edirik, tədbirlərimizi işlandırırıq. Müxtəlif tədbirlərdə bizim məsələn Emil Əliyev, Elmar Kərimov kimi təcrübəli, bacarıqlı gənclərimiz var, hansı ki çəkirlər, həvəskar çəkilişlər də olur, professional çəkilişlər də olur. Bütün tədbirlərimizə, bayaq qeyd etdiyim kimi kəndlərin, sakinlərin görüşləri təşkil olunur. Bütün bu tədbirlər hamısı planlı surətdə təşkil olunur, keçirilir və bundan sonra da davam etdiriləcək ki, yəni istər bizim xaricdə yaşayan Amasyalılar və Gürcüstanda çoxdur. Orta Asiyada yaşayan Amasyalılar var. Halbuki hansı ki 48-ci ildə deportasiya ilə Qazaxstana sürgün olunublar. Hətəm Rəcəbov kimi onlar orada yaşayırlar və bu yaxınlarda Azərtacın müxbiri Elşən Rüstəmov getdi. Orada o Amasyalılar haqqında geniş bir reportaj hazırladı. Oradakı qəbirstanlıqlar, oradakı adət-ənənələr haqqında. Yəni bax belə keçir. Bizi Amasya rayonunun Qadınlar Təşkilatı artıq var. Teyfə xanım Zülfüqarova ona rəhbərlik eləyir. Xanımlarımız da istər 8 mart bayramında, istər Milli Novruz bayramında yığışırlar, öz adət-ənənələrimizi yadlarına salırlar. Bəli, Novruz bayramını keçirdilər. Çox bax belə tədbirlər, müxtəlif çaplı tədbirlər həyata keçirilir. Azərbaycanda gördüyünüz işlər az da olsa izləyicilərimizə çatdırdınız. Xaricdə necə? Qərbi Azərbaycan icması olaraq bilirəm ki, xaricdə yaşayan Qərbi Azərbaycanlılar da çoxluq təşkil edir. Hansı işlər görünür? Bizim Amasya rayon icmasında
koordinatorlar qrupu var. O koordinator qrupunda məsələn Türkiyədə yaşayan Amasyalılarla iş üzrə bizim alimimiz var, gənc alim Sahib Ramazanlı. O onlarla əlaqə yaradıb. Türkiyədə yaşayan Qərbi, çünki bildiyiniz elə Qars vilayətində nə qədər Qərbi Azərbaycanlı yaşayır. O vaxtı Sovet hökuməti gələndə sınırlar çəkildi, sərhədlər və Amasyalıların əksəriyyəti orada qaldı. Rusiyada çoxlu sayda Azərbaycanlılar yaşayırlar, müxtəlif yerlərdə yaşayırlar. Onlarla iş üzrə artıq iş aparılır. Orta Asiyada dediyim kimi, Qazaxıstan və Orta Asiyada yaşayan Amasyalılarla, mən indi Amasya rayonuna aid olan hissəsini deyirəm, amma Qərbi Azərbaycan icmasında daha geniş formatda işlər aparılır. Müxtəlif ölkələrdə artıq Qərbi Azərbaycan icmasının nümayəndəliyi var. Bildiyiniz kimi Azərbaycan Respublikasının bütün rayonlarında artıq Qərbi Azərbaycan icmasının nümayəndəliyi var. Həmçinin də mən artıq mətbuatdan da bilirəm, bir neçə xarici dövlətdə də artıq Qərbi Azərbaycan icmasının nümayəndəliyi var. Bu nə deməkdir? Deməli, bu insanların hamısını təşkilatlanmaq, bir yerdə sövq eləmək. Məsələn, may ayında hal-hazırda bizdə möhtəşəm bir tədbir hazırlanır. Aşıq İskəndər Ağbabalının 100 illik yubileyinin keçirilməsi. Abel müəllim özü şəxsən bu işə rəhbərlik edir. Artıq 2 kitab çapa hazırlanıb. Aşıq İskəndər Ağbabalı haqqında bizim alimlərimiz var. Elm adamları professor Avtandil Məmmədov, Aslan Bayramov, Şahbaz Balakişiyev, Şəmsi Qoca, bütün bu elm adamları cəlb olunublar. Kitablar çap olunub və may ayında böyük müvəffəqiyyətlə biz o Aşıq İskəndər Ağbabalının 100 illik yubileyini keçirəcəyik. İnşallah. Sonda tamaşaçılarımıza arzularınız, istəklərinizi söyləyin. Nə demək istəyərdiniz? Qərbi Azərbaycanla bağlı ümumilikdə bir... Mən bütün xalqıma müvəffəqiyyət arzulayıram. Başda cənab prezident olmaqla hamımız cənab prezidentin ətrafında sıx birləşək. Bu dəqiqə ilin günün elə bir vaxtıdır ki, dünyada gedən proseslər elə bir sürətlə gedir ki, bilirsiniz necə, xalq bir olmalıdır, yekdil olmalıdır, dövlət rəhbərinin ətrafında yumruq kimi, dəmir yumruq kimi də birləşməliyik. Onda biz nailiyyətlərimiz çox olar, bol olar. Baxmayaraq ki, bu dəqiqə hər yerdə çətinlik var, müxtəlif, amma bunlar hamısı müvəqqəti çətinliklərdir. Bir olaq, inşallah Azərbaycan xalqının gələcək, xoş gələcəyi naminə. İnşallah. Biz də sizinlə Qərbi Azərbaycanda gün o gün olsun ki, müsahibə götürək. Beləcə verilişimiz sona çatır əziz izləyicilər. Bugün hər zaman olduğu kimi studiyamızın da qonağı var idi. Studiyamızın qonağı isə ehtiyatda olan polkovnik Hüseynov Elmar bəy oldu. Elmar bəy, çox sağ olun. Dəvətimizi qəbul edib studiyamıza gəldiniz. Minnətdarım. Sağ olun. Təşəkkür ederim.